Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugünkü dersimiz yine de freonlardan olacak. Freonların kondisionerin içerisinden çıkararak onu balona yığmak mümkündür mü? Evvela biz bunu niye etmeliyiz? Mesela burasındadır ki eğer biz 410 gazını götürse, 410A gazını götürse 1 kilo 410 gazının havaya bırakılması 2088 kilogram karbon gazının yani CO2'nin havaya bırakılmasına beraberdir. Yani biz de bilirik ki karbon gazının miktarı çoxaldıqca planetimiz isinir ve hamımızın gözü qarşısında təbii fəlakətlər baş verir ki, bu təbii fəlakətlərdən biri də Xəzər dənizinin kəskin qurumasıdır. Bütün bu şeyler yalnız bir sebepten asılı değil. Yani yalnız biz freondan istifadə ettiğimize göre baş vermir. Eyni zamanda başka amiller de var ki bizim dersimizin mövzusu bu olmadığı için biz yalnız freonlardan danışacağız. Yani herkes öz sahəsindən danışmalıdır. Ümumiyyətlə bir kondisionerin içindeki freon niye çıxarılmalıdır? Biz bilirik ki avtomobil kondisionerlərində her defa gaz vurulanda evvelce orada olan gaz çıkarılır. Bundan sonra ise terazi ile içerisine gaz vurulur. Çünkü avtomobil kondisionerlərində olan kompresorlar yarı hermetik olduğundan bu mütləq lazımdır. Ama ev kondisionerlərində, VR ev kondisionerlərində ümumiyyətlə qaz qaçaqları çox da tez-tez görünmeyen bir olaylardır. Ama zaman zaman bizim kondisionere vurduğumuz gazı oradan çıxarmamıza ehtiyac olur. Mesela bir neçə səbəb sayır. Tutaq ki biz 4 yolunu dəyişmişik və hər hansı bir səbəbdən bir qədər ehtiyatsızlıqla, bir qədər yaxşı qaynaq etmədiyimizdən hər hansı bir yerdən qaynağın yerindən qazın axdığını görürük. Belə olduqda biz bütün gazı havaya mı bırakmalıyıq? Bunun qarşısını almaq üçün əlbəttə ki bizim gaz yığan cihazımız olmalıdır. Amma nəzərə alanda ki bir gaz yığan cihazın qiyməti $700 üstündədir. O zaman tabii ki kiçik kondisionerlerle yani ev tipli kondisionerlerle məşğul olan bir ustanın bunu alması mümkün değil. Və yaxud başka bir səbəb sayaq. Tutaq ki biz müşterimiz bizi çağırıb və biz gəlmişik, görmüşük ki kondisionerin içerisinde gaz tamamıyla çıxıb gedib. Biz bilmirik ki bu müşteri bu kondisioneri neçə müddət işlədib. Bəzi vaxt müşterilerden biz soruşduqda belə biz gördük ki kondisioner işləmir, dərhal soyutduq deyə bahane getirirler. Ama sonradan biz gazı kondisionere vurduqdan sonra görürük ki bu tamamıyla belə değildir. Əslində müşterilər bu kondisioneri saatlarla işlədi və kompresor zərər görmüş. Biz kondisionerde olan deşiği tapdıqdan sonra, gazı vurduqdan sonra ve kondisioneri təxminən yarım saat işlətdikdən sonra kompresorun vurduğu gazı təzədən kalaponlardan geri keçdiyini gördükdə biz artıq müştəriyə sizin kondisioneriniz işləyir deyə bilmirik. Biz ona kompresorun sıradan çıxdığını deyirik. Belə olduqda ya müştəri mən bu kompresoru dəyişmək istəmirəm və yaxud başqa bir səbəb söyləyir. Biz də vurduğumuz 2 kilo gaz kondisionerin içində qalır. Bəs bunu adi bir qaydada, adi bir instrumentlə, adi bir kompresorla yığmaq mümkündürmü? Bugün mən sizə bunu göstərəcəm. Bəli, hörmətli tamaşaçılar, mən indi sizə çalışacağım ki bu cihazımızın işləməsini görkəzim. Deməli, burada bizim neyimiz var? Əvvəla onu deyək ki, burada bunun girişidir. Və bu girişdən freon kondisionerdən birbaşa buradakı filtre daxil olur. Filtre daxil olanda tabii ki maye formasında oraya gitmesi imkansız. Çünkü bunun maye formasında oraya gitmesi için bu tamamıyla dolmalıdır. Ama eyni zamanda biz bilirik ki kondisionerin özünün de daha bir deməli əlavə qaynadıcısı var. Bu səbəbdən bu kompresorun içərisinə freonun maye formasında girmesi faktiki olaraq imkansızdır. Üstəlik də biz gazı yığarkən gaz formasında yığırıq. Və bu adi bir gri kompresorudur və biz o 410 kompresorudur və biz onu əlbəttə ki bu iş üçün istifadə edəcəyik. Qeyd etmək lazımdır ki bu filtrlər 47 bardan çox təzyiqə davam gətirirlər. Yəni burada heç bir problem olmaması gözlənilir. Bundan başqa deməli bu da çıxışdır. Bu isə çıxışıdır kondisionerin
qazının biz buradan birləşdiririk freon balonuna. Freon balonuna birləşdirəndə də freonun balonunu da biz deməli başı aşağı suyun içərisinə qoyuruq ki, deməli orada mayeləşmə prosesi tez olsun. Və burada ən önəmli məsələ nədir? Biz bilirik ki, hər bir kondisionerin, hər bir kompresor işləyərkən freonla birlikdə mütləq surətdə orada müəyyən bir miqdarda yağ getməlidir. Bəs bu yağ kompresora necə qayıdacaq? Göründüyü kimi yağ demək buradan çıxır, gəlir və burada yavaş-yavaş yığılmağa başlayır. Bura yığılandan sonra biz kompresoru söndürəndə təbii ki, burada yüksək təzyiq olacaq, orada isə aşağı təzyiq olacaq. Və burada biz bir boru taxmışıq, burada deməli borunu taxmışıq və burada bir kran qoymuşuq. Və bu yenidən kompresorun girişinə birləşdirilir. İş qurtardıqdan sonra biz bunu açırıq. Həm burada olan yağ karterin içərisinə qayıdır, həm də kompresorun girişi ilə çıxışında olan təzyiqlə bir-birinə bərabər olur və dolayısıyla heç bir problem olmamalıdır. Bu şeyin hətta biz köhnə bir kompresor, mən köhnə kompresordan düzəlmişəm, adi köhnə bir kompresorlarla belə bunu düzəltmək mümkündür və bununla da siz təbiətə də böyük ziyan vuran bu freonun yığılmasını həyata keçirə biləcəksiniz. Eyni zamanda da məlum məsələdir ki, son illər freonun qiyməti getdikcə artmaqdadır və bu bizim cibimizə də birbaşa təsir edəcəkdir. Və belə bir cihazın maşınımızda gəzdirilməsi də zənn edirəm ki, heç bir problem yaratmamaqdadır. Bəli, hörmətli tamaşaçılar, mən sizə cihazımızı görkəzdim. Əlbəttə ki, bu cihazın daimi bizim maşınımızda olması lazımdır. Çünki zaman zaman dediyimiz hadisələr baş verir və biz də qazı oradan yığıb balonumuza təzədən yığmağa məcbur oluruq. Üstəlik, bundan qabaqki videolarımızda isti rejiminə keçirərək kompresorun kondisionerin içində olan qazı yığmağı görkəzmişdir. Amma əgər 4 yollu xarab olubsa, o zaman nə edəcək? Məlum məsələdir ki, o zaman mütləq qaz yığan cihaz bizə lazım gələcək. Bizi axıra qədər izlədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər bizə müraciət etsinlər. Biz də inşallah onu sizə PDF formasında göndərərik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.